Sadiq Azayev 2010-2012-ci illərdə Daxili İşlər Nazirliyinin daxili qoşunlarının en saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən en saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan ordusunun giziri olan Sadiq Azayev 2020-ci ilin sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sadiq Azayev oktyabrın 2-sində Füzuli döyüşləri zamanı şəhid olub. Quba rayonunun Qonaq kənd qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Sadiq Azayev ölümündən sonra Vətən uğrunda Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Şuşanın azad olunmasına görə və Cəsur döyüşçü medalları ilə təltif edilib.